Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad olunub. Məlumatda bildirilir ki, o, prezidentin katibliyinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, 74 yaşlı Bəylər Eyyubov uzun illərdir dövlət təhlükəsizlik sistemində yüksək vəzifələrdə çalışır. O, 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini olub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdi. Bəylər Eyyubov xidmətlərinə görə şərəf Azərbaycan bayrağı, vətənə xidmətə görə ordenləri və bir sıra digər təltiflərlə mükafatlandırılıb. Xatırladaq ki, bu məlumat hələ rəsmi şəkildə təsdiq olunmayıb və günün sesi infonun istinad etdiyi mənbəyə əsaslanır. Rəsmi orqanlardan açıqlama veriləcəyi təqdirdə mövzunu yeniləyəcəyik.